Mərakeş Krallığında yaşayan Azərbaycan icması və Mərakeş Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə görüş keçirilib. Azərbaycan diasporunun həyata keçirdiyi çoxyönlü layihələr, xaricdəki Azərbaycan evləri, koordinasiya şuraları, həftə sonu məktəbləri və digər vacib istiqamətlər barədə ətraflı məlumat verilib. Tədbirdə ölkə başçısının Qarabağda qazanılan qələbə ilə bağlı çıxışlarının yer aldığı video kağıtlar nümayiş olunur. Burada əbədi dalgalanacaq və biz burada əbədi yaşayacaq. Qarabağ bizimdir, Qarabağ Azərbaycan. Buradakı olan icma üzvləri beynəlxalq təşkilatlarda çalışaraq Azərbaycanı təmsil edirlər və biz də diaspora komitəsi olaraq istəyirik ki, onların təşəbbüslərini dəstəkləyək, gələcək fəaliyyətlərinin koordinasiyasına dəstək olaq, kömək olaq. Bu baxımdan düşünürəm ki, Mərakeş Krallığında olan bizim bu görüşlərimiz öz bəhrəsini tezliklə verəcək. Təbii ki, bu diasporanın öz identikliyini, mədəni identikliyi saxlanmasında, onların mədəni irsinin qorunmasında böyük bir rol oynayır. Bu birinci tədbir deyil. Diaspora komitəsi tərəfindən çox sayılı tədbirlər keçirilib, keçən il və bu il və gələn ildə planlaşdırılır.